Çoxdan ki vloglara geri döndü. Artıq ana ilə vloglar çəkirəm. Ki vlog bilirsiniz nə vlogudur? Bircə dəqiqə izah eləyirəm sizə. Bircə dəqiqə. Bu niyə ekran niyə belə saraldı? 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bircə dəqiqə olmadı. Deməli, bugünkü vlogumuz odur ki, Giririk mağazına. gedirik salona. Salona gedirik. Birinci mağazinə giririk. Salonumuzdakı proseduru eləyən nə deyirlər? Gözəllik müəllimələrimizə nə deyim bilmirəm. Saç ustamıza və s. falan. Onlara hədiyyə falan alaq. Hədiyyə döndü yanlarına görüm. Hədə şirniyyətdə kam. Mən danışmaq etmişəm, ben nitkim etmişəm. Sonra da giyirik, bir şeylər eləyəcək. Amma nə eləyəcək onu bilmirəm. Bir şeylər. Deməli gəlmişdi İbrahimə tərəf eləməyə adıyla özümüz oturmaqda indi özümə tərəf edirəm. Saçımı yığdıq, indi də quruluyuruq ki, keratinə başlayaq. Deməli, ana sonra da keratinə eləməkdən vazgeçdirdi məni. Həmişəki kimi. Dedi ki, nə bilim saçımı kəs, mən də saçımı baxın kəsdim indi. Saçımı dedi kəs, botoks elətdir ki, saçım daha belə gözəl qalsın. Yəni saçımı kəsdirdi, botoks eləyirik saçıma. Keratin də yəqin ki, 1-2 aydan sonra elətdirəcəyik. İnşallah. İnşallah. Bir ay. Bir ay. Burada arkada saçma botoks uygulanır. Ana da deyəsən saçını yuduzdurur ki, keratinə başlasın. Botoksun xeyirləri nə olacaq? Saç uzantısı verəcək, parlaqlıq verəcək. Bir də səhv eləməmsə saç qıranları və s. düzəldəcək, düzdür? Bərpa edəcək. İndi sonrasını çəkəcəm bizə. Uygulanan vaxtı da çəkəcəm. Saçımı maskara çəkdi, gözləyirik ki, saçım qurusun. Saçımı qurulanandan sonra burada ilməli görünürəm, amma bu saçımı quruluyur. Onu da başa düşdürür. Saçımı qurulanmağını gözləyirəm. Bakın çıxartdıq, indi belə oldu. İndi ukvatka eləyəcəyik. Sonra bir də saçımı savaya biləcəm. Çünki dedilər yağlı qalacaq saçım. Nəyəsə, dəyər. Ana da keratin edir, ana salam denə. Gedərəm sabah, gedərəm. Yine bebeğe. Bu da bizim gözəllər gözəl saç ustamız. Azvetimizi bəzənə edim. Ya, siz hər halınızla gözəlsiniz. Hamı kimi deyim mi? Məhv çəkmə. Sırada o bezləri var. Məhv çəkmə. Yazın fazla həmçə bizim videolara düşün. Sen düşmüsən həmçə bizim videolara. Səsin çıxmıyor. Allah buna gözəl parçadır. Bundan özünə demək istəyirəm. Uşaqlar deməli, saçımı çox belə deyil, quruladı. Saçım belə görünür, baxın. Biraz yağlı görünə bilər, çünki təsiri yağlı olmalıdır. Bu bir gün saçım belə yağlı qalacaq, ancaq sabaya biləcəyik. İndi saçım biraz kəsirik, əlavə qırıqlarını və s. Salonda reklam yapıyorsun. Amma yenə də üstünə görə biraz da kəsirik. Başına eynədirsən. Yedirir maşındayım. Bunu belə küçük saxla. Baxın, uşaqlar hazır verəcəkdir. Maşınkalanır və qayçına düzəliş edirik. Aylin, nəsə deyirsən? Yox. Çox qəşəng. Sağ olun. Belə oldu. Qəşəng oldu. Görsən?
Necəsiz uşaqlar? Deməli mən ikinci gündəyəm. İkinci seansa gəldim. Daha doğrusu ikinci seansa gəlmədim. 2 seanslıq bir şey deyil, 1 seansdır. Sadəcə mən saçımı yuduzdurmağa gəlmişdim. Saçımı yudutdu, ukladka elətdirdim və saçım belə oldu. Çox gözəldir. İndi çöldən də danışamıram. Videoda da çox danışamadım. Çünki anksiyete krizim tutur və yəni danışamıram da salonda olanda. Saçım inanılmaz gözəl oldu. Bir dəqiqə ekran bulanıqlaşdı. Saçım inanılmaz gözəl oldu. Yəni doğrudan gözəl oldu da. Ekran ekləmir. Yup yumuşaqdır. Bir dənəsi ona deyə bilərəm ki, yup yumuşaqdır. Bu bir. İkincisi, etiraz edirlər, amma məncə, mənim düşüncəmə görə saçımı belə bir ton rəngi açıldı. Mən elə fikirləşirəm ki, bir ton məncə saçımın rəngi açıldı. Düzdür, salondakılar buna etiraz edir, deyir ki, açılmayıb. Pis bir şeydir mi? Yox, mən üçün daha da səhv edir. Çünki mən saçımın rəngini açmaq istəyirdim. İkincisi olaraq saçımın qırıqları getdi. Üçüncüsü olaraq da saçıma düzləşmə effekti verdi. Yəni saçım düzləşir. Baxın, görürsünüz. Nəysə, indi bu qədər danışa bilirəm. Evə gələndə daha aydın sizə izah verəcəm. Saçım hal-hazırda kotkalı və botoksludur, baxın. Yup yumuşaqda Allah'ımızın. Baxın, ışıqda da belə görünür. Görürsünüz. Hazırda uşaqlar, ana mənim saçıma tinsel taxır. Buna baxın. Saçıma tinsel taxdım uşaqlar, baxın. Ana taxdı saçıma. Arxalar görünmür, indi bunu baxın, görürsünüz. Çox belə abartı eləmədim. Baxın. Evdə belə görünür. Günəş işığında daha gözəl görünürdü, amma arxalarda da var. Sadəcə arxanı indi sizə göstərə bilmirəm. Belə çöldə çəkə bilsəm saçımı arxadan çəkəcəm ki, görə biləsiniz. Amma çox gözəl oldu, çox bəyəndim. Əsl bir yay qızı oldum. Özümüz bilinmir. Bəli. Əfqanistanlılar oxşuyuruq, görüm işığı çıxarda bilirəm. İşığı çıxarsam görünəcək. Yox, görünmürük. Əfqanistanlılar. Neyse, başını bıraxın. Bunun adı Səmradır, mənim ən yaxın dostumdur. Bəli. O da mənim dostumdur. Bəli. Dostumam, yoxsa ən yaxın dostumam? Ən yaxın dostumsun. Şübhəli. Sən də salam denə. Salam, kanalına abunə olun. Sağ olun, uşaqlar.